Gördüyünüz kimi tərəflərdən biri hər hansı bir səbəblərdən dolayı qarşı tərəfdən hər şey üçün üzr istəyir və ona sarılır. Digər tərəf isə şübhəli baxışlarla, elə də beynində dönən suallarla bu rəftara necə reaksiya verəcəyini düşünür və sonda onun üzrünü qəbul etməyə çalışır. Dəyər verdiyimiz insandan küsdüyümüz zaman üzr eşitmək ehtiyacı əslində emosional tanınma istəyi. İnsan yalnız bağışla sözünü eşitmək istəmir. Həmçinin qarşı tərəfin onun ağrısını başa düşdüyünü və məsuliyyət aldığını hiss etmək istəyir. Bu da bir tərəfdən baxdıqda emosional təhlükəsizliyi formalaşdırır, həmçinin də emosional ədalət ehtiyacını təmin edir. Yəni əslində insan qarşı tərəfdən sən məni incitdiyinin fərqindəsən, bunu anlayırsan, mənim hisslərimi görürsən və bunu dəyərləndirirsən, mesajı almaq istəyir. Ona görə də yalnız üzr yetmir. Çünki üzr zehni səviyyədə, anlama və dəyişmək isə emosional səviyyədə baş verir.